Hər kəsə salam olsun. Hər gün məni, hər dəfə daha doğrusu məni tırda görürsünüz. Bu səfər balaca maşınlanam. Gedirəm balaca maşın qoyum ustaya. Orada gedim tıra minim. Çıxım reysə. Maşın yüklüdür, bildiyiniz kimi. Mən Rusiyadan, Moskvadan Rolton yükləmişdim. Bərməşil. İndi maşın yüklüdür, gedib onu götürüb gedim Qırmızı Körpüyə. Növbəmizi götürək, bilməm neçələr, 600 maşın olmalı səfərlərimizə. Bir gün yarım belə dayanacaq növbədə, yəqin ki. Ondan sonra keçəcəm Tiflisə, Gürcüstana, oradan Tiflisə. Gedim. Maraqlı nə olur, nə olmayacaq, hər bir şeyi sizinlə paylaşacağım. Bu maşında, balaca maşında, Amerikada təzə gəlib. Hələ tam işləri qutarmayıb, aparım atım üstəyə, yekunlaşdırsınlar mən gəlinə qədər. Tesla'dır. Həyatımda ilk dəfə ki, yəni toklan maşın sürürəm. Nərsiniz, bu böyük maşından sonra balaca maşın binib sürmək çox çətindir, dəhşət dərəcəsində çətindir. Yəni adamın əli öyrəşmir. Böyük maşından düşüb balaca maşına binəndə nə bilim, qəribə gəlir. Hava küləklidir. Xəritadan baxmışam, təqribən Kürdəmir, yox, Hacıqabuldan sonra külək sakitləşir. Külək sakitləşir. Düz Qazaxa qədər külək yoxdur. Qazaxda hava yenə dəyişir, hava pisləşir. Axır gəldim, çatdım. Düz saat yarımdır probkadayam, dəhşət. Taksi ilə gücdən gəldim, çatdım. Saat 16:25 Rus saati ilə, 17:25 Azərbaycan saati iləndir. Yolçu yolunda gəlir, hava biraz yıxsın. Sonra tərpənim gedim. Stayankada, Lukolun yanındadır. GPS var, elə bir ki, trayektoriyadan çıxmaq olmaz. Çıxsan, cərimə yazırlar. İndiki halım belədir. Külək reysdən sonra necə olacaq? Amma yox, məncə eyni şey olacaq. Çünki 5-6 gün çəkməlidir, uzun çəkməyəcək. Tiflis reysi yaxındır, tez olur. Gəlmişik, sokardayıq. Burada zapravka edeyim. Bütün bakları, polnu bak doldurum. Ondan sonra gedim Tiflisə. Neyse, bu aparat çox yavaş-yavaş doldurur. Belki bir 15 dəqiqədə buradayım, hələ 400 litr gəlib. Hava da qəşəngdir. Külək arxa tərəfdən əsir. Elə ki, profil gedmirsən küləyə. Profili almışam, profili götürüm. İçə-içə gedəcəm yavaş-yavaş. Gecə saat 3-ə qədər mənim vaxtım var. Gömrüyə çatmalıyım. Üstdən o tərəfə getsəm, 51 manat səfərində cəriməsi olmalıdır. Çünki maşın arxasında GPS var. O deyilir ki, Qırmızı Körpüyə, Xanobadan keçib Qırmızı Körpüyə gedənə qədər 60 saat vaxt verirlər. 60 saat ərzində bir Qırmızı Körpüyə çatmalıyam. GPS sökülməlidir maşına. Yox, sökülməsə 51 manat cərimədir də. Mən də evdə qaldım. Probka ilə gəldim. Yenə də hələ ki vaxtımız var. Səfərimizi saat indi olmalıdır 6. 6 saat olmalıdır. 9 saatim var. Buradan da Qırmızı Körpüyə 7 saatlıq yoldur. Heç bir problem olmasa. Mən elə Sadaka doldurana qədər, dizel doldurana qədər istifadə edib getdim, özümə kofe aldım. Amerikano. Kofe içməsəm alınmır. Mən kol aldım 2 dənə. Mən hot dog çox sevirəm. Özü qaynar bu sokarda. Sokarda bir stand sokardı. Lökbatan kuruğundan çıxdım. Üzü Qazaq istiqamət deyək də. Birinci sokara girin. Ləzzətli, isti hot doglar. Biri 60 qəpik. Aldım, böyle bir 12'den almışam isti ləzzət. Yol boyu yeyə gedəcəm. Yəni birdən keçər deyər ki, ay rasxodlənmək üçün belə şeydir. Yox, yəni saxlayıb yemək də yeyirik biz. Hot dog qəşəngdir. Hot dog sevirəm. Amma heç kimə məsləhət görmür. Çünki fast food deyirlər ki, ziyandır. Yəni birdən sonra deyirlər ki, niyə ziyanlı şeylər məsləhət görürsən, amma yəni məsləhət görmürəm. Mən eləyirəm, siz eləməyin. Yəni adi bu kofeyin də çox içmək ziyandır. Kofi məsəl üçün, mən yolda olanda içirəm eləyirəm. İndi 500 km qabağımızda yol var. Gedək, yol boyu görüm, çalışacağım bir geçen başıma gələn bir hadisələrdən sizə danışım, maraqlı olsun. Bakı Tiflis reysi başlayıb. Gedək görək başımıza nə gələcək. Tiflisə gələcəyik, oradan da bıraxıb təzən Bakıya qayıtmalıyıq. Bu videonu yəqin ki Bakı Tiflis Bakı olaraq çəkəcəm. Vəssalam. Nə olsun, 5 ildir sürürəm. Ehtiyatlı olmaq lazımdır.
Mən qabaqda zapot verirdim axı. Oranın şlankı balacadır, obisi baklara çatmırdı. Verdim daldala, gəldim, orada dayanmışım da, oradan daldala verdim. Belə əyri saxladım ki, buna da 20 litr vura bilim də, çünki hava soyuğunda işlədirəm orada. Mən bunu görmürdüm. Vallahi görmürdüm bak bunu. Gürşitlə var. Ona görə də ehtiyatlı olmaq lazımdır. Maşın sürəndə hər yerə, hər şeyə diqqət etməyə lazımdır. Deməli, mən çıxdım yola. 1175 manatlıq salyaka verdim. Dedim, bu anı çəkim, burada çox gözəl mənzərə var, ora baxın. Görün nə gözəl mənzərədir. İki dağın arasından gün işıqları biraz var, bilmirəm nə dərəcədə görsənir. Belə bir şey. Yəni, bəzən belə gözəl mənzərələr də görə bilirik biz. Heç nə, gedim yavaş-yavaş. Yol boyu çalışacağım, çəkişlər eləyim. 8 saat 15 dəqiqə vaxtımız var. Qırmızı körpüyə getməyə 500 km yolumuz var. Yolcu yolunda gərək. Axşamımız xeyir, daha doğrusu gecəniz xeyir. Mən gəldim, qırmızı körpüyə çatdım. Qırmızı körpüyə çatdım. Sadəcə 1:38-dir. Axşamınız xeyir. Bir yerde demək sizə, gəldim, çatdım gömrüyə. Növbəmi götürdüm. Mən 60 saatim olmağına yarım saat qalmışdı, 40 dəqiqə qalmışdı. Tərəzidən keçən kimi sola verdim, saxladım, tez qızlar sağ olsun, kömək elədilər, saxladım. Qaçdım, getdim, format elədim. Cəriməyə düşmədim. 60 saat tamamlamış, format eləyə bildim. Sonra çıxdım, gəldim. Bütün bura yağış yağıb deyə hər yer palçıqdı, güclə bəlayla saxlaya bildim. Maşını saat 3'də artıq. Mən hələ maşını indi saxlayıram. Konkret, yəni güclə bəlayla bir yer tapdım. Yine yaxşı yer tapdım, şükür. Biraz çox yorğunam, yatmaq istəyirəm. Dedim, bunu çəkim. Sonra rahat yatım. Mən artıq qırmızı körpüdəyəm. 400 maşın var qabağımda. Yəqin sabah axşam o çetim çatacaq, növbən çatacaq. Keçəcəm Gürcüstana. Bazar günü orada gözləyəcəm, birinci gün malı boşalacağım. İnşallah. Çalışdığımız qədər də çoxlu videolar çəkəcəm ki, biraz hər kəs görəm ki, deyir ki, videoların dəqiqəsini biraz çox elə. İnşallah ki, bəyənərsiniz. Bu reysilə ki, mən Bakı, Tiflis və Abratı yenə Bakı bütöv çəkəcəm. Tiflisə çatdım, dayandırmayacağım. Yəqin ki, bir saat yaxın video olacaq. Bilmişdir, pərdələr falan sökün buradan. Onları da sökəcəm. Təmiz ekranla çəkəcəm sizin üçün. Mənim üçün sizin rəyləriniz önəmlidir. Nə ürək istəyir, nəyi bilmək istəyirsiniz, nə xoşunuza gəlmir, nə təklif verirsinizsə, yəni bu şeylərin hamısını mən qəbul edirəm. Bacardığım qədər sizə kömək olmağa çalışıram və sizin dediklərinizi etməyə çalışıram. Sizə gecəniz xeyirə, mən yatım. Gecə saat 3:40, 4:20 dəqiqə qalıb. Növbəmiz indi çatdı. Arsa 28, yox, 26 saata çatdı növbəmiz. Bir sutka 2 saat. 420 maşın, 4 maşın var qabağında. İndi gömrüyün qarşısındakı canlı növbədəyəm. Arsa burada bir 10 dənə maşın var. Bugün səhərə yaxın yəqin ki, Gürcüstana keçmiş olacağım. Yenə neytralda zaten çəkərəm video. Belə. Yavaş-yavaş Gürcüstan reysi sonuna çatırıq. Sabah bazar günüdür. Sabah axşam girəcəm Tiflisin içərisinə. Önce axşamlar bırakırlar. Boşaltma yerinə. Üçü boşaltsınlar. Sonra çıxacam. Pulumu alıb çıxacam. Dayanacağa gələcəm. Dayanacaqda da yük axtaracaq yerə qayıtmağa Bakıya. Görək nə yük var, nə var, nə yoxdur. Oradan bu tərəfə də arsa 2 gün, 3 günlük növbə var. Əgər yaşıl dəhliz, yəni Gürcünün öz yükünü götürsək, tranzit yük götürməsək, o növbədə biz dayanmayacaq. Yox götürsək, məcbur növbədə dayanacaq. Görək də qismət başımıza nə gəlir. Sudan zaten içim özümə gəlim, azı bir yarım saat olar yuxudan durmuşam. Mən neytraldayam hal-hazırda. Bax orada da yazdım. İndi yarısı bir 10 dəqiqəyə, 15 dəqiqə gömrüyün içinə girəcəm. Çıxım, dincəlim, axşam olsun Tiflisə girim, boşaltma yerinə inşallah. Saat 05:40, 2 saatdə artıq növbədəyəm.
gömrükdən çıxdım. Gedim qabaqda saxlayayım. Şu üzü nömrəmə kontrol vurum, internetim olsun. Belə Azərbaycan interneti işləyir hal-hazırda. Hem yatım, dincəlim, yemək falan yiyeyim. Sabah, yəni bu gün də bazar günü. Akşam gelip Tiflis'in içərisinə girəcəm. Jotma yerinə. Oradan da boşaldım, pulumuzu adım alım. Təzə yük tapmaq lazımdır, qayıtmağa. Böyle dayanan maşınlar da hamısı növbə gözləyən maşınlardır. Düz Azərbaycana tərəf gedirlər. Sıra. Belə bir ki, Stayankada dayanırlar, sıralar çatır. Ondan sonra gəlib burada Jivoy 37'də dayanırlar, canlı 37'də. Canlı növbədə. Üzü kömrüyə tərəf. Saat 6:15'dir. Bu deməkdir ki, mən 2 saat 45 dəqiqəyə kestim gömrükləri ikisində. Əladır, süperdir. Reyhar yer tapıb saxlayacaq. Sabahınız xeyir, daha doğrusu günortanız xeyir. Təqribən saat 1'dir. Sığortamı aldım. Bura gəldiysə sığorta mütləq alınmalıdır. 15 günlük sığortamı aldım. Ən aşağısı odur. 15 günlük. İnternetimi də aktiv elədim. Çünki sürüb Tiflis tərəfə gedəcəm. Orada Stayankada dayanacam. Buralıqda Azərbaycan nömrəsi tutur. Əslində burada internetə ehtiyac yoxdur. Amma o tərəfə gedəndə tutmur deyə interneti aldım. 13 lariyə bir həftəlik limitsiz internet. 74 lariyə də 15 günlük sığorta. Bunlarsız yəni burada işləmək mümkün deyil. Yəni burada dayandım. Orada yolun qırağına saxlamışdım. Amma şey deyil. Bura Stayankalar hamısı növbələrdir. Öz Azərbaycan getmək üçün. Nə gəldim burada dayandım. Buralarda kafe zat var, mağazin var, hatta yuxarıda var. Yuxarı təkər yeri var. İndi gedirəm Mətinin qarajına, Mətinin Stayankasına. Dedim orada dayanım, axşam girəcəm Tiflisə. Bura Rustavidir. Maşın bazarı zat səfərsə buralardadır da. Burada Gürcistan bayrağı. İndi akşam Tiflisin içine girəndə kameranı bir yere bərkidəcəm. Sizə biraz maraqlı şeyler danışacağım. İndi hələ ki gedirəm yavaş-yavaş. Yolları tanımıram deyə xəritə ilə gedirəm. Ona görə nəsə təşviş edə bilmirəm. Burada bazar burada olmalıdır. Sağda avtomobil bazarı olmalıdır. 16 gölünə götürüb yükləyirlər. Hadi avtomobil bazarı bura. Yolları beton yoldu. Bugün bazar günüdür, amma maşınlara baxan adamlar azdır. Bəlkə də başqa da bazarı var, mən bilmirəm. Saat 13:26'dır. Bu da Azərbaycanın Sokar zapravkası. Azərbaycan hər yerdə. Bizim bayrağımız da var. Polis sam asfaltı saxladı. Yəqin möhkəm gedir deyə. Yaxşı ki, mən telefondan video çəkdiyimi görmədim. Nəsə yük maşınlar satışı yeridir. Bilmirəm. Mən buradan sağa dönməliyəm. Poti yoluna getməliyəm. Qabaqda, indi onun yanına keçəcəm. Geyzi deyilən bir yer var, hansı ki, məsələn Azərbaycanda İpək yolu terminalı var. Abşeron da deyəsən o birisi terminalı var. Sonra Podesən terminalı var, hansı ki, malları rastlaşma olunduğu yer. Burada da Geyzidir. Bəzi yüklər var ki, gəlirsən, yaşıl dəhliz olmur. Gəlirsən girsən Geyziyə,
Heç də sənədlər aformut olunur. Ondan sonra çıxırsan, gelirsən boşaltma yerinə. Bəzi yüklər də var ki, deyim mən yüklədiyim yük kimi birbaşa boşaltma yerinə gelirsən. Burada bugün bazar olduğuna görə gedmirəm də, mən gecə girəcəm ora. Bax, bura geyizin. Yəni, tamojni post içərisi. Bax, girişi də, burada yenə sokar var, Azərbaycan sokarı var burada yenə. Bu da geyizinin girişidir. Bir də belə deyim, Gürcüstanda təkər almağın üstünlükləri bir şey var ki, taksi faizi ilə bir şey var. Onu geri ala bilirsən. Məsələn, aldığın təkərin bilmirəm neçə faizdə, orada yalandan demiş olaram. 20%-ni elə bir ki, dala alırsınız pulun gömrükdə. Onun çekini verirsiniz. Elə bir ki, siz belə, mən Loril də belə başlamda sizə, təkəri 1000 liraya alırsınız. O 1000 liranın içində həmin o təkərin vergisi zadı hər bir şey olur. Sən də oranın vətəndaşı olmadığına görə o ölkəni tərk edəndə həmin ödədiyin vergini geri ala bilirsən. Neçə faiz vergidə onu yalan deyərəm, amma bir miqdar pul geri alırsan. Ona görə çox adam gəlir təkərlərin adını burada dəyişir. Mən indi əslində mən buradan belə fırlanıb körpünün altından Tiflisə getməliyəm. Bu yolla getməliyəm. Probka dəhşətdir. Amma mən axşam gedəcəm də indi olmaz. Mənim zənnimcə olmadı, bəlkə də icazə var, bilmirəm. Yəni bu yolun axıra qədər gedim, İlqarınla Mətin stayankası var. Gəlib orada saxlayayım, gecə durub gələcəm boşaltma yerinə. Gəldim, çatdım qaraja. Mənim maşın da təqribən bax oralıqdadır. Bu tərəf Mətin qarajdır. Bu tərəfdə yəni bura Adilə gedir də, Mətin qarajı və İlqarın qarajı. Yeri düzdür beləsindədir, amma şərait da yaxşıdır da, kafesi ya Allah, kafesiz adı qəşəng dadlı yeməklər pişirirlər var. Bunun o tərəfində kafet. Gördüm də böyük buludlar gəlir. Yəqin burada leysan yağacaq. Bakıda bir yaxtırandır. Səhərdən dir yağış yağır, leysan da orada. Burada da yağacaq. Yaxsa buralar biraz palçıq olur. Gəldim, saxladım burada. Axşam da buradan çıxım. Oradan gəlmiş. Telefon yerində oldu, sözüm yarımçıq qaldı. Oradan gəlmişəm. İndi buradan çıxacam axşam. 4 kilometr gedəcəm körpüyə. Körpüdən sağa, orada magistral yol var. O yolla gedəcəm boşaltma yerinə. Hava soyudu. Yağış da yağır. Başlayır daha doğrusu. Yükü boşaldaq, sabah pulumuzu alar. Qalsın yük vurub Azərbaycana qayıtmaq. Axşamınız xeyir olsun. Bu da Tiflisin sərgüzəşləri. Stayankadaydım mən. Axşam da gəldim boşaltma yerinə. Burada Allah göstərməsin, yağış yağdı, hər yer palçıq olur. Hər yer, nə biləm, yamanca düşür də, dağlıq yerlər deyə. Gəldim, batdım. Düz zavodun yanında batdım. Nə qədər elədim çıxmadı. İndi sabah yəqin ki bir kömək eləyərlər, buradan çıxardarlar, yükü boşaltsınlar. Oradan gəldim. Buradan asfaltdan gəldim. Buradan döndüm və batdım. Mən bilmirdim, bura yağış yağıb buranı beləncini palçıq eləyib. Yəni yumuşaq palçıq eləyib. Başa düşün necə. Təkər tamamilə oturur. Əslində arkadaşlar zaten heç bir oturmuyor ya. Oturan qabaq təkərdir. Ona görə çıxmır. Nə qədər eləyəm çıxmır. Bu təkər oturur. Bu təkər hara qədər oturur yerə. Burada dirənib. Ona görə nə billahi eləyəm çıxmır. Heç də indi beləsinə görə maşın içində bu əyriliklə necə yatacam. Yatım, sabah olar. Dağıtıb köməlib çıxardarlar mənə. Qoşqun qoşarıq. Dağıtıb çıxardarlar. Sabah həm də hava biraz da qurumuş olar. Palçı biraz quruyar. Çünki bax yeriyə bilmirəm. Bütün ayaqqabımın içində ama. Belə yumşaqdır. Gecəniz xeyrə, mən də yatım görüm. Sabah məni buradan necə çıxardırlar.
Tros falan lazımdır. Görək də. Axran lazımdır, tros lazımdır. Görək nə. Sabahınız xeyir. Gecə bura gələndə təşkil eləmişdim. İndi hava açılıb. Gözləyirəm, yuxarı tikindi gedir. Gözləyirəm oradan gəlsinlər. Yuxarı bir dənə sam asfalt var. 2 olsun sam asfalt var. Onu sürən gəlsin. Bir dənə palçok verirsə çıxacaq buradan. Özü bu fezad əzilib biraz. Remeni taxmışam. Hazır gözləyirəm. Görək. Nə vaxt işə gəlirlər. Saat 8-in yarısı, saat 6-dan durmuşam. Əyri maşında adam necə yatar? Maşın gör necə əyri dayanır. Mən bunun içində yatmışam. Bu fırıcı yeri qazıyıb. Buradan biraz aralanıb, içi torpaqdır. Təkər bunun içinə qədər batıb. Su yığılıb içəriyə. Görək nə olur. Ben yuxarıda onu sürən kimi sonra gəlməni gözləyirəm. Yəni gəlsin, daçsın, çıxmaya buradan. Belə durum olanda konkret adam ürəyi sıxılır. Yəni buradan çıxıb yükü boşaldım rahat. Görək ondan sonra nə yük tapırıq. Filmə güzel rana baxdana. Zaman qarda, boranda, batanda mən batmadım. Gəlib palçıqda batmışam, bir alırsılıqda Allah haqqı. Eybi yoxdur qismət. Yaxşı olar. Hər üzüm belə yumamışam. Düşdüm, yeməyi zad şeylədim, qoydum. Bir daha salam. Bütün tərs suyun içindəyəm. Axır çıxartdıq maşını. Maşın bütün palçıqdır. Ayaq qoyulan yer çatladı. Daha göstərəcəm. Zavodun özünün var, zibil maşını var idi. Onunla gəldilər, dartdılar. Orada mənə böyük bir şey lazım değildi, palçıq idi. Burada təkər batmışdı. Dartdı, biraz naxarı çıxdı. Gör təkər hara qədər batmışdı. Buna bax. Ne kadar təkər batmışdı. Buralar hamısı palçıq. Abısındı. Burası. İçərisində də palçıq yığılır. Təki problemimiz bununla qutarsın. Allah görək. Sağ-salamatdan yükü boşaldaq. Ödənişimizi alaq. Ondan sonra çıxaq. Azərbaycan yükü var gedək. Bax o zibil maşını dartdı, çıxartdı. Hələ ki hər şey qaydasındadır. Gözləyirəm. Ən az bir 5-6 saata boşalacaqlar. Çünki hamısı karobkalarlandı. Təkdir karobkalarla bütöv maşındır. Yine çalışacağım. Videolar çəkim. Biraz təcrübəsən. Həm hava soyuqdur, tərləmişəm, bədənimdə tər quruyur. Xəstələnməsəm yaxşıdır.
Salam herkese. Deməli, getdim Tiflisin içindən gəldim. Orada böyle qəşəng kadrlar çəkmişəm. O gecədə çəkə bilmədim çünki xəritədən yolu göstərirəm taksiyə. Bugün yəqin ki, dildən maşını boşaltmayacaqlar. Qalacaq boşaltmaq sabaha. Görək necə olacaq. Sabah boşalacaqlar. Dedilər sabah səhər. Görək də indi başımıza nə gəlir. Gedirəm mağazinə bir şey alım yemək yeməyə. Çünki maşında heç bir şeyim yoxdur. Mən elə bildim bugün boşalacaqlar, mən çıxacam buradan, amma sabaha qaldı. Görək indi mağazinə taparam, alıram. Gəldim gördüm mən axtarırlar. Spet eləyib videoda çəkə bilmədim ev. Maşına mindim arxasına. Gətdim saxladım burada. Mil saxlamışam da həmişə kimi. Göstərəcəm indi. Sağım ortadan batan yerdə falçıqa bax. Bax burada nəsə hava bırakan yer var. Bu baxdırmaq lazımdır. Nəsə fon çəkəndə hava bıraxır. Etdim, təhdid verdim. Boşaltsınlar. Mağazaya gedəndə deyirəm bugün boşaltmayacaqlar, amma qismət boşaldırlar. Boşaltsınlar, yəqin ən azı bir 4 saata boşaldırlar. Axşama çıxaram buradan. Gedirəm Stayankaya. Hər kəsə salam olsun. Bunlar hələ də dünəndən boşaltmağa başlayıblar, hələ də boşaldırlar. Dünən saat 6 idi, dilər bizim iş vaxtımız tutarır, daha doğrusu 6-ın yarısı idi. Dilər iş vaxtımız tutarır. Sabah davam edir. Bugün səhər saat 9-dan başlayıblar. Hələ də boşaldırlar. Boşaldıb qutara bilmirlər hələ. Mən də yeməyimi qutarıb yenə gedim mağazinə görüm nə tap alıram. Adi xırda bir dənə mağazindir, orada heç nə yox satılan. Bax görək nə yenirik. Axır ki boşaltdılar, qutardılar. Belə mən zülüm görməmişdim də valla. Bir süt qoyub. Dünən bu vaxtlara başlamışdılar. Bugün bu vaxtları qutardılar. Nazdan işləyirlər. Burada çoxlu xarablara qalmışdı. Maşında boş xarablara. Onları da özüm boşaltdım. Konkret nazlanırlar, yəni bilmirəm. Belə şey yoxdur da. Yol xarabqaları. Gedim Stayankaya saat 5'e qədər şəhərdə çıxa bilərəm. Buraları süpürüm, təmizləyim. Ondan sonra bir işimizi görək. Götürüb semeri versinlər mənə. Semeri götürüb versinlər. Onun şəklini göndərməliyəm. Belə zəng eləyir. Şimdi bunlar semeri versinlər mənə. Şəkil seçim atım dispetçerə. Geçunlaşım. Başımı çox pis ağrıyır, elim dərmansızdır. Səhərdən ağrıyır. Dəhşət bir şeydir. Mənə nə olur? İstəyən kafede yemək yiyirdik, dönürdük ki, gəlib bura. Bu uşaq məndən çəkmədi. İranda da mənə yanıma gəldi. Moskvada da, burada da. Sən məndən çəkmişsən, İranda 30 yeməklər yiyirdi, gəlib indi bahalı yeməklər yiyir. Lar ilə zadlar. Salam ilə də cavabı, heç oğlansan. Sən mən tapdın. Salam demirəm. Sən vaxtı deyəm salam ne deyir, salam demirəm, o deməkdir. Sən özü məyyumsan ki, yavra dağıtmışsın. Salam de. Yəni. Baxın görün necə yiyir. Yolda da gələndə təpdədə təkərin cırıb. Şoferdir orada, şoferdir. Dərəsinə yığılandan deyim ki, dədə. Bəs pulum zadım yoxdur. Təkərin cırmışam. Amma normal pulu var, qəşəng qazanır. Mənə baxmıyor. Mənə atıblar, bunu atmadılar. Bir ki sən mənə dedin deyə təkər partdan. Nə bilim, görürsünüz də. Əl çəkmir mənə arxamdan, elə yapışıb məndən. Neysə, qoy yemək yesin. Amma sən üstünə salam demədin, ayıb tətə qal. Salam da nə? Salam, salam. Duş olsun. Bu bəyaq təpdədə təkərini partlatdı yolda. Sürə bilmirəm, şofer deyil. Bilcəmin orta təkəri, yerdə boya dəmir var, görməyib. Deşib parçaladı, qaldı təkərsiz. Bəyaq didimdən deyəsən, yemək yiyərsən. Allah dağıldı maşın. İndi gedirik təkər almağa deyəsən, hə? Göz baxmağa. Bu Fəhmindir. Deyə adam yıxanır. Bu
bu Fəhmindir. Maşını da bunun. Biraz çatzadı var, eybi yoxdur. Ona bu nə xor? Gördü. Şərəfsiz belə insanlar lazımdır. Yəni mən başqa nə deyim ona? O ki Fəhmin. Ölməsə salamat çatsaq, təkər almalı yerik, hə? Gürcüstanda bir dənə bir şey yaxşı, təkər alırsan, orada sənə çek verirlər. Orada gömrükdə gedib çeki verib vericini alırsan. Səhv eləmirsən, bu barədə demişəm videonun başında. Yox, o aldığın təkərin qiymətini asılıdır. Stabil bir məbləğ yoxdur. Orada Türk qiymət neçədə oldu da? Bura Gürcüstandır, hər yer Gürcüstandır, baxın. Hər yer Türkiyədir, baxın. Burada hər yer Gürcüstandır, bax, bütün Gürcüstan maşınlarıdır. Oradakı da mənəm. İndi Geysin yanındakına geliyor, yoxsa qapının ağzındakına? Hayır, bu qapının ağzında şu Geysin yanındakına. Geysi satdıq da. O yadınızdadır, videonun əvvəl demişdim Geysi. Rastamoşkaza deyirlər maşınları. Bura tamojni post. Ben burası bilmirəm, burada qayı var ya yox. Qayı olsun, sənin nə aidiyyatı? Palasına tapdan keçmək istəysən? Eləmə də, brat. Birdən olsa nə edəcəksən? Bir qabaqdan razvarat elə, gəl. Azərbaycan səhəri girmək istəyirəm. Yox, eləçi eləmə. Birdən qayı olar. Bunlarda da biraz çətindir vəziyyət. Bax, bu buzolaqla get. Oradan ki, sən fırana, kruqu tamamilə fırana bilərsən. Yazım zapraf qaynaqlı. O da ola bilər. Zapraf qaynaqlı, heç sağ ol, hə. Saat başqa şeydir. Hə, bir dənə səndə də o sağa. Oğlum ağırdı, hə. Bütün hamı, miqatiyyələ bir dənə erməni də o yol verən deyil. Sən ki, bıraxacam üstünə. Gördünüz, bizə erməni yol verdi. Neybi yoxdur. Yol verir sür. Onlar bilirlər, torbaqlar aldı bax, bilirlər ki... O bir zaman. Mən niyə söz istəyirəm? Burada mən o səslərimi də tərk edəcəm. Yox, mən istəməm. Çünki mən videolarıma ailələr, zatlar baxar. Orada bir nəfər yazmış ki, sən Allah haqqı uşağımla, yoldaşımla deyir ki, rahat baxa bilirəm. Çünki səndə sadədir, nə söyüş bir şey yoxdur, nə pis hərəkət yoxdur. Ona görə də mən çalışıram, elə bir şeylər olanda kəsim doğrayım, siqnal zat qoyacam da. Bəli. Sən deyəsin, mənə düz deyərdin. Yox, keçdi də orada. Bir də təkər alaq sənin üçün. Ekstrinin vəziyyətdir. Təkər lazımdır. Orada qaz da doldururlar. Ya qaz boğuza gətirib doldurardım. Tirlər amma hamısı çıxıb satışıyor. Qaqa, öyrədənmədim sənə. Tir yox. Tır. Tir o şeydir. Güllə qoysan ki, bu atırdığı uşağa baxdı. Bir Məmmədə indi 1 manat 2 manatdır. Bax ondan. Sən məktəb qurtarsın. O G30'a bax. Pnevma ilə onun pasatkasına bax. Sən məktəb Yəni tırın başını buraxdı, bu pasatkasına bax. Çıxanda sürtüblər qabağına, fikir ver. Yoxsa arası girib pasatkaya bax bir dənə. Ay nəsə buraxdan çıxanda bəlkə sürtüblər onu. Heç də çatdı təkər yerinə, uşaqlar danışarıq. Sürə bilmir bu, şofer deyil. Bağlıydı, yalandan düşdük, fırlandıq. Heç satdalan bədik. Qayıdırıq gedək qabaqda. Ölüxana var. Yerə ölüxan gəzək vaxt öldürək. Bir dənə də 3 tap çıxa bilsəydi burada rəal olardı. Bax o tapın açıqsıdır, bax orada görürəm. Bura ölüxanadır, gedək görək nə tapırıq, nə alırıq. Üstündə faiz götürürlər, değil mi? Hə bilirsən hər yerdə, bu bütün hər yerdə satıcılarla faizə işləyir. Burada bağlıdır, məzələnmə. Sən nə istəyirdin? Bu qapı açılıb bağlanan sol tərəf. Hər şey var. Bunlar nə tez bağlayırlar? Azərbaycan saat 10-a qədər işləyərlər Quran haqqı. İndi hara dönəsən? Get qabaqda fıranda. Yer var. Sən dediklərindən var ya, düz bağı da var. Düzlük var ya. Mənə bir də bir sənə lazımdır. O prosta çox bahatda buralarda. Deyək bax. Deyək bax şey var ya. Spoiler bakın üstə. Onlardan demirəm, turşular var bu ördəklər ya. Hə bildim nə bağlıdır. Gəlməyəsəm neyinlə? Təzə daxiliyə kabinliyə var. Ana hə. Zıborsa şurada. Üstəki onun işıqları zaten zıbar götürəsən var. Onun o qabaqlı işıqlara bax, spoiler qızı. Ha bir şokası zadına bax onun sən cana. Sağ bir şəkəsin.
Qabağındakı o təptəzətdir. Yox, qırmızı baş aşağı olanı. Aa, başa şükür var ya. Ha, Qur'an atdı. Sağ ol. Nə bileyim. Sabahınız xeyir. Mən yenə Fəhminin zibindən düşdüm. Bax qaçır. Hara qaçır? Ha, bura gəliyorum. Bura gəl. Deməli, mən axşamdan 3 danışdım. Həm Fəhminə, həm özümə. Ki, ceyb yükləyək də, saat 7 idi. Dedim, mən Fəhmincə gedək o yükləmə yerinə. Ya, gedək Fəhmincə yükləmə yerinə. Ay nə bilim çiməcəm, ay yatım, nə bilim nə qarım. Dedik, heç nə razılaşıq, səhər gedərik. Səhər də gedə bilmirik, qardaş. Bunun icbatından, bax bunun icbatından. Yalan deyil. Saat ondan bağlıdır. Mən deyirəm, biz 7-də konumda atılmışdı bu da. Hə. Deməli, mən getdim orada polisdən soruşdum. Saat 12-dən, gecə 12-dən yollar bağlıdır. Baxın, gör o çift hara qədərdir. Hələ bu, yəni görsənə hissəsidir. Mən bu uşağa görə, bax buna görə zibilə düşdüm, bax. Bu onun maşını, bu mənim maşınım, qalan da erməni maşınları, bir də bəzən rus maşınlarıdır. Yəni, bunlar öz vətənlərinə gedirlər də. Yəqin yeri var, azada gedirlər. Yüklüdülər, biz boşuq. Biz Nataktariya gedməliydik. Limonat vurmağa gedə bilmirik. Sağ olsun Fəhminin ucbatına gedə bilmirik. Yol atma. Axır əvvəl atacaqlar, söz danışdıq, səhər orada olmalıyıq. Ayıbdır, Allah haqqdır. Həm erməni maşınları var, həm rus maşınları var. Yalan deyil. Özünü sizə tərifləyir. Nə tərifləyir? Bunun nəyin tərifləyim? Bax, İranda bir zibilə salın. İkinci zibil nə idi? İkinci zibilə salmaq nə idi? İranda biz o yük söhbətə görə 10 gün qaldıq. Gəldim. İkinci də var idi. Dedi, Allah ikincində saxlasın. Yadındadır. Üçüncü bu da, ikinci nə idi? Hə, o bilə ki, ikincidə də mən nəsə problem yarandım buna görə. Hə, bu da 3. Uşaqda maralı gəzməliyəm. Bir ay düşüb arxamıza. Hara gedirəm gəlir, bax, yenə arxamdadır, bax. Bax, yenə arxamdadır, bax. Nə bilim, suyumu da içir. Məndən yiyib içir bu uşağı, nə bilim, Onu İrandan özüm almışam, harada salmışam, ha? Mən daşımışam. Sən hara daşımışam? Bir qəzetim mən. Ay, özüm aparmışam axırına, qaçdınız maşınınıza. Allah haqqı. İbrahim əminə sən özünüz kasetlərinizi götürürüz, qaçdınız öz maşınınıza. Hər neysə, bax, beləsi gəlib qalmışıq burada. Fəhmin sağ olsun. Nə bilim, görək də başımıza nə gəlir. Axşam saat 7-dir. Üzrovunu 10 saatdır burada dayanmışıq. Hələ buraxılış indi verilir, yavaş-yavaş maşınlar çıxırlar. Yəni aç, susuz. Yəni suyumuz var, amma yəni çörəyimiz adımız yoxdur. Fəhminə görə belə bir durumla qarşılaşdığımız yazığı da öldürmüşəm. Bu da yenə heç olsa alma ağacları var. Alma zat deyil, dərib iyi bir şey biraz. Mədəmizə bir şey olsun. Valla. Zulüm bu da zulüm. Tərpənə bugün yükləməmiz qaldı. Sabah yəqin yükləyəcək. Sənədlərimizi alıb gömləyə tərəf gələrik yəqin ki. İşte. Sabah seyir. Səhər saat 9:30'da çağırdılar yükləməyə. Gedim saxlayayım orada yükləmədə. Yükləsinlər. Sənədləri gözləyək. Burada biraz tez yükləyirlər. Bir də yükümüz ağır olur. 21 ton, 22 ton zad olmalıdır. Yükləsinlər ola bilsin. Fəhminlə getdik Tiflisə. Onun gətirdiyi yükün pulunu götürməlidir oradan. Ona görə. Gedim, verim ağacını yükləsinlər. Yükləmədə çəkərəm, çalışarım çəkim. Çünki buralarda biraz deyinirlər çəkəndə. Ona görə. Görüm də. Yüklədik, qurtardıq. Gətdik, saxladım burada. Sənədlərimizi gözləyək. Gətirsinlər, versinlər. Gedək, tam o gündə 2 saat dayanaq, oradan çıxıb gedək. Bu yük Gürcistan öz yükü olduğuna görə növbədə dayanmayacaq. Növbə götürəcək, girəcək içəri 2 saatdan sonra nömrə yanacaq, çıxıb gedəcək. Bir də əsas məsələ sənədlər hazır olandan sonra
qısa idxal bəyannaməsi kod göndərməlidirlər bizə. Axşama qədər göndərsələr, hə, axşam keçəcəm Azərbaycana. Yox, göndərməsələr, qalacam sabaha. Görək qismət. Hava çox soyuq deyil, hadisi 22-23 dərəcədir. Biz yenə gəlmişiksə Gürcüstana, Gürcü xəncəli yeməli. Həminə var, basır. Ne oldu beğenmek mi? Ben blok edeceğim. İndi nə qaraq da məcburiyyətdə. Yəni sənə blok eləmirəm. Bu nedir? Onu mən də bilmirəm. Sıncılım da bu. Mən adını zaten bilmirəm qardaş. Sarımsaqlı simitan, o turşu, o da ki qırmızı nə idi ha. Mən niyə yadımdan çıxır? Nəysə ondan. Xıncəl nəyini yeyirlər ondan. Bizə muş olsun deyirəm, hələ şey muş olmur, gəlmir. Gələndə bir dənə o isti videosu çəkərəm. Göz haqqınızı halal eləyin. Yəni biz qürbətdəyik də. Siz evdə rahat bütün restoranlarda yeyə bilərsiniz. Özünüz də pişirib yeyə bilərsiniz. Deməli, sifrədə xıncəliniz gəlir. Ben sana göz yaşı böyle. Dözmür. Nuş olsun bizə. Gəldik çatdıq maşına. Elə indi gəldik çatdıq. Biz axtarmışlar, sənədlərimiz hazır imiş. Verdilər sənədləri, maşını xodladım, hava yıxsın. Yavaş-yavaş tərpənək. Gedək, Stayankaya gəlib girəcəyik. Elə İlqanın Stayankasına yenə. Kodumuz nə zaman gəlsə, o vaxt keçəcəyik. Tək kodumuzu tez versinlər. Axşam versinlər, əyalar, axşamdan keçərəm. Yox, verməsilər, sabah. Verəcəklər, sabah keçəcəm gömrüyü. İnşallah. Çalışacağım yolda video çəkim. İndi bura şeyi bərkidəcəm, yol çəkim. Daha maraqlı olsun. Heç nə, yolçu yolunda gərək. Tərpənək biz. Hərsə kamera çox yellənir. Başa bilmirəm. İnşallah ki, görüntü qəşəng çıxar. 21 ton 600 yükümüz var. Yazıq maşın can çəkişir. Bir damca da yolu qalxmağa. Qabaqda bizi bir də spusqa podyumlar gözləyir dəhşət dərəcəsində. Hələ ki, belə yavaş-yavaş qıraqda gelirik. Yaxşı olar. Çox pisdir kənarı. Bilmirəm kadrlar necə çıxır. İnşallah ki, kadrlar yaxşı çıxar. Mən konkret olaraq şeyi dəyişməliyəm. Belə yellənmək olar. Belə bir zəlzələr. Allah, heç belə yellənmir. Bilməm indi niyə belə bu qədər yellənir. Neçə vaxtda maşına belə ağır yük vurmuram. Orada necə yellənir? Əsəbləşirəm, belə yellənmək olar. Düz yoldur. Kadr niyə bu qədər yellənir? Əlimlə tutum belə. Ancaq belə yellənir. Belə olan halda yellənmir. Qoyma yellənsin. Siz dediyinizi elədim. Yuxarıdaşlar sözlüm. Buradakı o mikrofonun şunurunu ləğv elədi. Keçədən sonra başlayacaq dağa qalxmağa. Qalxanacam oranı düşməliyik. Məndə də retarder yoxdur, işləmir. 21 ton 600 yüklə gəl indi oranı düş. Görək də öyrətə yiyəcək. Zəng gəldi, ona görə məcbur videoda yandırası oldum. Təkrar qoşmuşam. Yəqin ki, kadrlar xoşunuza gəlir. Mənim zənnimcə. Çalışdığım qədər də telefonu əlimdən də tuturam ki, telefon çox da titrəməsin. Vallahi maşın yazıq can çəkişir, qalxa bilmir yolun.
bəzən belə də olur. Bax, çıxır yola sürmür. Burada deyəsən sürücülər tək piyasaya zaten fikir vermirlər. Amma nətər gəldi vurulmaq, nətər gəldi sürürlər. Finişi 23 kilometre yazıp dönce yoktu. Maşın biraz soğuysun. Ortağın keçip. Böyle gəlin sizə bir əhvalat danışım. Hansı ki, o vaxtda mənə beləsinə pul atmışdılar. Deməli, tarix tam yadımda qalmıyor. Bilmirəm hansı ay idi. 2022 idi, yoxsa 23 idi. O vaxtları, deməli, xurmanın axırları idi. Elə deyəsəm, 2022-ci il. 2022-ci il xurmanın axırları idi. Yəqin ki, elə mart ayına təsadüf edir. Deməli, nə başa zağırdım. Xurma yükü danışdım. O vaxt bu maşında mən sürücü işləyirdim. Xurma yükü danışdım Piterə. Çat boşaldı, yəni Sklada. Çünki mən bilirəm ki, axır xurma aparanda yəni, sən deyən o qədər də yaxşı olmur da, çox gec satılır, pul cəhətdə problemi yaranır. O vaxtları bilirdim. Mən də başa çağırdım, Şəmkirdən getdim, yüklədim. Sən demə, Şəmkirdən mən yükləyəndə orada götürüb yükü elə orada bir türkə satırlar, mənə xəbərim olmur. Mal skladdan çıxıb, olur bazar və mənim bunların heç birində xəbərim olmur. Gəlirəm, keçirəm gömrüyü, gedirəm, Rastamoşka oluram. Özü qarın dəhşət yağan vaxtında, yəni elə-belə deyil. Viyadukda Rastamoşka oluram, çıxanda mənə deyirlər ki, sən Piterə bazada gəlirsən. Nə o yan bir yan deyirlər ki, narahat olmada hər bir şey ödəniləcək, heç bir problem olmayacaq, nə belə elə. Dedim, yaxşı razılaşdım. Razılaşdım, götürdüm o yükü, gəldim, yola gəldim. Mənim bir də dostum var idi, əslində dostum, çalışsam heç kimə dost deməyim, tanışım var idi, sürücü yoldaş var idi. Mən də birləşək, bərabər gedək, mən də Piterə gedirəm. Dedim, hə, yaxşı. Qardaş, getdik. Bu, ki, Elistadan gələcəkdi, mən də hələ viyadukdayam da, viyadukdan çıxıram. Mən viyadukdan günorta 12-də çıxdım, hələ indiyənə qədər yadımdadır. Bu adama çatmaq üçün, bu da Moskva trasında 683 kilometr. Kaç bir trası 683 kilometrə gəlib satıb elə ki, orada mənə gözləyəcəkdi də. Saat 12-də çıxdım viyadukdan, dayanmadan da konkret olaraq sürdüm. Düz
Gəldim Volqoqlara keçdim. Səhərə də Allaha and olsun bir dənə qar yağır. Bir maşın orada batıb qalıb, bir maşın bu tərəfdə batıb qalıb. Aləm dəyib bir-birinə də konkret olaraq dəhşət bir vəziyyətdir. Hə, dəhşət bir vəziyyətdir. Heç nə. Mən zulmla, zillətlə nəsə gəldim, çatdım. 6-8 səhər saat 6 olar, 7 olar belə bir vaxtda gəldim, çatdım. 1300 kilometr eləyir. Nə qədər elə bir kilometr sürürdüm, 1350 gəldim, çatdım. Heç nə. Bundan 3-4 saat yuxu yatdım, bundan başladım, tərpəndik, getdik. Gəldim Tambovda, Ədbulla işləyir də bu maşın. Gəldim Tambovda setka deyilən yer var, girdim ora, Ədbul vurdum. Fırlanıb qayıtmaq istəyəndə restoran içində arxa-arxaya maşın sürüşdü, batdı. Üzü aşağıya kimi beləsi, yüklü maşın batdı. Qardaş, nə elədik, bu maşını oradan çıxarda bilmədim, sep aldım. Nə lazımdır, hər şeyi aldım da, amma maşın çıxmadı. Dedi, öldür, çıxmayacaq. Axırı, o tanışı, şofer tanışı, mənə orada atdı, çıxdı, getdi. Mənə orada atdı, çıxdı, getdi. Heç nə. Mən qaldım orada. 3 gün ərzində axırı bir yekə traktorlar olur, mən ola traktor deyəndə adı başqa, yekə təkərli. O gəldi, məni daxtı çıxartdı. O gəldi, məni daxtı çıxartdı. Nə qədər pul verdim, yadımda deyil. O bir zülümlə, zillətlə məni daxtı çıxartdı orada. Hələ orada belə bir şey oldu. Mən baxdığım yerdə paduşkam da deşildi. Ümumiyyətlə maşını hərəkət etdirə bilmirdim. Maşının arxa təkərinin sol tərəf paduşkası deşildi. Onu birinci datdılar, çıxartdılar, maşın tekası ayırdı. O paduşkanı aldım, dəyişdirdim orada. Zülümlə, usta yaxın durmadı. Bir dənə açad yox idi. Özüm cüzvanə taxdım, dəyişdirdim. Dəyişdim daha doğrusu. Təzələn bir-birinə birləşdirdiyi tekasdan prinsipi. Ondan sonra daxtı çıxartdım. Nəsə, düşəldim yola, gəldim Piterə çatdım, qardaş. Heç nə, o vaxtlarda mən belə bir şeyləri bilmirdim də. Ki, bəs mənə pul atarlar, eləyərlər, bazardan çıxmaq olmaz, nə, belə bir şeylər mən bilmirdim. Gəldim, çatdım. Heç nə, atdılar, xurmağı xırda-xırda başladılar satmağa. Səhv eləməmişəm, 10 gün qaldım, yoxsa 15 gün qaldım orada. Mən bilirəm, axı, bu bazarın malı satılmır da, bu köhnə xurma satılmır. Köhnə xurma, axırıncı xurma satılmır da, get satılır. Mənə dedilər ki, heç nə, sən şeylə, sat qutar, yox, satdı qutardıq, sən getcinə çıx bazardan. Sənə pulu Bakıya çat, Bakıda verəcəklər. Mən nə bilim, qardaş, bunlar mənə pula atarlar, vermək fikirlər olmaz. Mən yığdım mənə yükü verən dispeyçərə. İndi o dispeyçərdə deyəsən, bunlar nə əl biliydi, nə idi, nə deyildi, bilmirəm. Onu bilirəm ki, dispeyçər dedi ki, hə, problem yox, çıx, mən alıb verəcəm, mən tanıyıram onları. Qardaş, çıxdım bazardan, bir dənə prastoyma ala bildim də, yəni əlavə qaldım günlər pulunu ala bildim. Çıxdım bazardan, maşın görəm ki, yazır ki, antifriz yoxdur maşında, qırmızı verir. Antifriz tökürəm, biraz sürəm yenə qırmızı verir. Ay, başa dedim, nədir məsələdir? Sən demə, giliz oturub, burada fıtaflarda 1 milyona keçəndən sonra bu xəstəlik var. Motor asılmalıdır. Cüz oturur, başlayır, lorildedirsə, daf qusmağa başlayır. Antifriz tökülən yerdən qaytarır çölə. Yağ qarışır, nə bilim, aləm dəyir bir-birinə də, giliz oturur. Neyiniyim, nə söyləyeyim, mən də yük danışdım, yüngül tonlajlarda, 7D krasanlarını danışdım, 7 ton, yox 8 ton. Onu danışdım. Bir də bunun hava baçokunun yuxarısında termostat kimi bir ratçıq olur. Onun yuxarısına deşirsən, içəri təzyiq yaranmır da, təzyiq anda çölə atır. Təzyiq yaranmır içəri. Onu deşdim ki, təzyiq yaranmasın da, qusmasın. 25 litr antifriz aldım. Heç də, tükəldim yola. Düz bir nəfəsə Moskvaya, Moskvadan Volqoqraddan da Tamojniyə qədər sürdüm. Çatdırdım maşını ki, yəni yolda qalmayıb da, motor ki, yəni hazırdır da, yavaş-yavaş. Gömrük içində növbələrdə olanda deməli, başladı, kod deyirəm 5 dəqiqədən sonra aşıqqa verir ki, su yoxdur sistemdə, antifriz yoxdur sistemdə. Sən demə, deşilib, peçin, radiatoru, kranlar, şlaklar deşilib, alüminiumlar.
salona verir, xəbərim yoxdur. Bütün ayağım su oldu. Oradan Azərbaycandan çıxandan sonra Xudatdan, Samurdan Xudata qədər düz aşağı yoldu da. Maşını kankaya bıraxdım, öz xodu ilə düşdü aşağı, qırmızı verə-verə. Amma gözlüydüm də qaynatmasın. Eləsin öz xodu ilə düşdü. Gəldim Xudatın döngəsini dönəndən sonra başladı ki, qızmağa tez saxladım ki, bilirəm də pet deşikdirsə, petdən şey eləyim, ayırım, petə su getməsin, antimiz getməsin. Onu elədim güzbalayla. Mənə demişdilər ki, nə badə maşın sürə-sürə avtonom qədər stayasiya peci qoşasan. O da bilirsiniz nədir? Yəni, maşına aidiyyatı olmayan bir şeydir, motordur, istilik verir içəri. Hava da soyuqdur, üşüməyim deyə. Mən də onu qoşmadım ki, olmaz. Qardaş, 8 dərəcə ilə mən bu maşını boşaltma yerinə qədər dona-dona, ayağım yaş, şalvarım yaş, bax elətinə mən dona-dona maşını gətirdim, çatdırdım Azərbaycana, yük boşaltma yerinə. Yükü zadı boşaltdıq, motoru zadı yığdırdıq, elədik, neçdə. Ondan sonra maşın içərisini təmizlədim, bütün ayaq altı azatları yuduzdurdum, elədim, hamısını qəşəng səliqəli. Gəldi ki, mənə maşına təzə minməyə gələndə hələ motor düzəltməyə də kömək elədim mən. Borc pul zada aldım, verdim, motor yığılmasına kömək elədim. 2000 manat maşın gəlsə mənə borcluydu. Ən sonunda mənə qayıt bilir ki, mən maşını verirəm arendaya, yəni istəsə arenda verib, istəmirsənsə düş maşınına. İşte mən eləcə maşından düşürdüm. Qaldım mən işsiz. Bu boyda həngamədə, sonramda o pulu da vermədilər mənə, yükün pulunu. Həqiqət elədim, ala bilmədim. Polisə verdim, məhkəmədə oldu. Məhkəmə necə oldu, yükün yolası yadımda deyil. Onda ki, məni məhkəməyə çağırmadılar. Qərar deyəsən, bilmədim necə verir. Yəni, mənə bir manat pul çatmadı. Belə bir şey deyim sizə. 1 manat mənə pul gəldi, çatmadı. Vəssalam, tamam. Mən də özümə maşınım vardı, kruzum vardı, onu satdım. Həmin yükün pulunu verdim maşın yiyəsinə. Maşın yiyəsinə xəbər olmadı. Maşın yiyəsinə demədim ki, o yükü mən danışmışdım. İstəmədim bilsin. Yəni, maşını da satdım, elədim, onun pulunu verdim, heç onun xəbər olmadı yiyəsinə. Belə, inşallah ki, sizi yormadım. Həm yola baxdınız, həm də sizə biraz başıma gələn əhvalatı danışdım. İndi buradan qalxdıqdan sonra düşməyə başlayacağım bu yolu. Ona görə əsas fikrim yolda olmalıdır. Kameramı bağlayacağım. İnşallah ki, gömrükdə zaten ümumiyyətlə Bakıya çatana qədər bir iki dənə yenə video çəkəcəm. Yekunlaşdırdım. Çünki çox uzun olmasını istəmirəm. Yəqin ki, 1 saat yaxın video olacaq. Bəlkə də 1 saatdan çox. Ondan sonra 15-20 gündə reysə çıxmayacaq. Bu arada bəzi videolar çalışacağım çəkim, sizi nigaran qoymuyorum. Mən yolumu sürüm. Deməli, arada bax belə şeylər də olur. Bura peravallar çoxdur. Düz aşağı düşdüksə aporlar qızır, naklatkalara qızır. Məndə də sən demə mostun salnikində də problem var imiş. O salnikdən yağ bıraxdı. Bütün tüstülüyür. Baxın. Yəni düzdür, bu çox da qorxulu bir vəziyyət deyil. Yəni yanma təhlükəsi yoxdur. Amma mostun yağı bıraxır diskə. Baxdım, o hardan bilirsən. İçə alta girib, altdan baxırsan içəri disk əgər bütöv yağlanıbsa, most yağını bıraxıb onun görə beləcə tüsləmə verir. Gəldim, çatdım Stayankaya. İndi kodu gözləyəcəm burada. Həm də maşın soyusun. İnşallah Bakıya gedim. Maşın zadı boşaldım. Ondan sonra bu şey salnikdə dəyişdirəcəm. Bu da Fəhmindir. Fəhmin vecinə də retarderi var, şeylərdir. Məndə retarderi yoxdur. Mən biraz çox əziyyət çəkirəm. Bakıya çatım. Malı zadı boşaldım. 15-20 gündən sonra İrana girəndə Ərdəbilə düzəltdirəcək də maşını. Gedəcək Ərdəbilə. Bütün maşında nə qədər asfaltlar varsa hamısını orada ucuz və keyfiyyətli olacaq. Hər bir şeyi çəkəcəm. Məlumatınız olacaq. Axşamımız xeyir. Kodlarımız hazırdır. Bir əmmamız var ki, mən gedirəm, Fəhmin qalır. Fəhmin burada gələndə təkərzadı qılmışım, təkərzadı almalıdır. Həm də bu rayonda qalır. Yəni gəlib Bakıda 3 gün, 2 gün neynəyəcək, ona görə deyil elə buralarda qalım. Eləsinə gəlib Gürcüsta daha yaxşıdır deyil. İnşallah gəlib çatım mən də Bakıya. Deyirlər ki, 1-ci gün, 2-ci gün boşalacaqlar yükü. Bugün də həftənin 4-cü günüdür. Sabah axşam
Ha bir de bu maşında zapsa salmalıyam. Ömrümü günümü sürüdür. İnşallah etse sağolaş. Zaman. Öpürəm səni. Benden yok. Yok, gel sen. İzləyicilər də sağollar. İnşallah gələn görüşlərə qədər. Öpürəm səni. Bakıda görüşərik yoxdur. Amma mən sağollaşmıram. Mən hələ yolum Bakıya qədər. Gömrük zad keçim, yenə videolar çəkəcəm. Hal-hazırda gecə saat 12-dir. 00:00 dayanqadan çıxdım. Gəldim, çatdım. Növbəmi götürdüm. 1 saat 15 dəqiqə keçib üstünə. Yəqin ki 45 dəqiqə növbəm gələcək. Sürüb çıxıb gedəcəm. Qabaqda o ilk işlərində sizə göstərmişdim. Köprünün üstündə maşınlar Jivot jetdə dayanırlar. Bax ora gedəcəm. Dayanacağım orada. Əssalam. Gürcistan gömrüyünü keçəcəm. Neytraldan sonra Azərbaycan gömrüyünü keçəcəm. Ondan sonra Rengen versiyalar Rengendən keçəcəm. Və birbaşa sürəcəm Bakıya. Bakıya çatım. Videonu orada yekunlaşdıracağam. Hal-hazırda indi yuxum gəlir. Ona görə getdim. Amerikano aldım. İçim biraz yuxum getsin. Dedim Bakıya çatım, orada videonu yekunlaşdırım. Yəqin ki ayın 19-u, yəni artıq bugün axşam videonu paylaşacağım sizinlə. Baxdıqca zövq alarsınız inşallah. Dəstəyinizi əsirgəməyin. Follow atın, abunə olun. Rəy bildirin, like eləyin. Dostlarınızla paylaşın, hər kəs izləsin. Yəni bacardığım qədər sizin üçün videolar çəkirəm. Yəni işin həm yorğunluğu bir tərəfdən, həm çətinliyi bir tərəfdən. İndi bayaq çəkdikdə videolar düzəldirəm. Bayaq yolda gələndə, İstəyənə gələndə başıma gələn əhvalat danışıram. Orada fikir verirəm ki, çox düşünərək danışıram. Onun da səbəbi odur ki, həm bir əllə kameranı tuturam, həm 3 il bundan əvvəlki hadisəni yadıma salıb danışıram, həm bir əllə rul tuturam, həm yola nəzarət edirəm. Çünki Spusqa podyumlardır, apaslı yollarda çətindir. Onlar hamısı bir-birinə qarışanda dil söz tuta bilmir. Xatırlamağı gec xatırlayır, ona görə çalışıram. Tez-tez danışıram, amma bacarmıram. Yəqin ki, məni qınamarsınız bu şeyə görə. Hər şey yaxşıdır, mənim zənnimcə. İnşallah biz 1000 abunə olaq, daha da gözəl olacaq. Baxışlar artdıqca daha da hər şey yaxşı olacaq. Növbəm çatanda biraz kadr çəkəcəm, bir də gömrüyün girişində çəkərəm. Bir də Bakıya yola düşəndə çəkərəm və onunla da yekunlaşdırıram. Çünki həqiqətən yorulmuşam, evə gedib yatmaq istəyirəm. Maşın nömrəsi bax monitorda yazılır. Bu monitorda da göstərəcəm sizə. Orada monitorda yazılır maşın nömrəsi. Belə monitorda yazılandan sonra artıq gedə bilərik. Dediyim kimi ben oradan növbədən çıxdım. Gəldim burada Jivot jetdə dayandım. Saat 00:52-dir. Görək gömrükləri nə qədər vaxta keçəcəm. Sabahınız xeyir olsun. Bütün işləri bitirdim, bəxtim gətirdi. Rengendə otset olmadı. Bir dənə gömrüyü çox gec keçdim. Çox dəhşət otset var idi, Jivot otset. 00:50-də növbəyə dayandım. Bu dəqiqə 05:50-dir. Rovunu 5 saata keçdim gömrüyü, artıq Azərbaycan torpağındayım və gedirəm. Ne hara qədər sürəcəm, ondan sonra yatacam və oyandan sonra da Bakıya davamını sürəcəm inşallah. Dedim tez baza bunu çəkim, bütün suyam, həm tərləmişəm, həm suyam. Leysan uçurdu çünki. Axır ki, Azərbaycandayım. Sabahınız xeyir. Səhər saat 10:53-dür. Dünən bir dənə leysan yağırdı. Vallahi gecə çəkişlədim də, yuxulu. Gəldim biraz qabağa, körpünün altında boş yer tapdım, yatdım. Həm yağışdan qorunmaq üçün. Düzü yağış problem yaratmıyor, prosta. Bir 3 saat yarım, 3 saat 40 dəqiqə yatmışam. İndi tərpənmişəm, gedib bir dənə təcil olaraq bax yatmalıyam. Salyakam çox az qalıb. Baxın, dibində zapravkada hardasa 25 kilometre var. Likoil zapravka 25 kilometre var. 25 kilometre satacaq.
zapravkamızı eləyək. Yolumuz Bakıyadır. Gedim terminalın bölümünde maşını saxlayayım. Çıxım gedim evə. Saat 14:38'dir. Artıq biz Kürdəmirdəyik. Kürdəmir Həsən Hikmətin yanından getirəm. Bayrağımız dalğalanır. Harca 2 saat yarımdan sonra Bakıda Xocasən terminalın qarşısına çatacağam. İnşallah. Mən deməli gəldim, çatdım. Bugün maşından düşmüşəm, yadımdan çıx seçmək. İndi gözləyirəm, mən sənət verib, o sənədi gəlib götürəcəklər məndən, onu verəcəm. Və salam gedirəm evə. Reysimiz bitdi. Maşın saxladım Xocasən terminalının böyründə. Burada kamera saat falan var, burada problem yaranmış. Hər şey video xoşunuza gələcək. Abunə olmağı, rəy bildirməyi, like eləməyi unutmayın. İnşallah videoların davamı gələcək. Bir-birinizə paylaşın, dəstək olun. Daha da yaxşı olacaq hər bir şey. Sağ olun.